Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi düz 5 gün sonra mayın 26-sından etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinə başlanılacaq. 6 ildən sonra bu adım ilk dəfə atılacaq. Elə hazırda da biz Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarın fəaliyyəti ilə də tanış olacaq. Daha ətraflı informasiyanı da hazırda ilə qonağın vasitəsilə əldə edəcək. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev vasitəsilə xoş gördük Bəxtiyar bəy. İnsanlara maraqlıdır, qiymətlər necə olacaq, hansı ərazilərdən bu qatar vasitəsilə hərəkət mümkün olacaq, sizdən eşitək, həm də qatarı gəzək. Xoş gördük, bəli, artıq yaxın günlərdə qatarın hərəkəti bərpa olunur. Gəlinlər qatarla tanış olaq və danışaq. Bir məsələn qeyd edilək, qiymətdən öncəki bu qatarın qiymətlərini 2019-cu ilə qədər fəaliyyətdə olan qatarla müqayisə etmək heç bir halda doğru deyil. Çünki burada ümumilikdə siniflər ayrıdır və siniflərdən əlavə olaraq burada xidmətlər tamamilə ayrıdır. Yəni 2019-cu ildə plaskart sinifli köhnə qatarlarda olan plaskardın qiyməti ilə indiki bu qatarların aşağı sinif olan nisbətən, yəni lüks, komfort plus olmayan komfort sinifinə müqayisə etmək doğru deyil. Komfort sinifi biz ən yaxşı halda köhnə qatarlarda kupelərlə müqayisə edə bilərik. Lakin əslində bu da doğru deyil. Çünki buradakı komfort sinif o dövrün kupe siniflərindən çox yüksəkdir. Həm şərait baxımından, həm də belə deyək, xidmət baxımından. Və əlavə olaraq burada komfort plus da var. Komfort plus bunu da SP ilə, köhnənin qatarlarını SP ilə müqayisə etmək doğru deyil. Çünki bu tamam ayrı sinifdir, daha yüksək komfort və daha yüksək xidmətdir. Və digər isə lüksdür. Biz bunu bir növ təyyarələrin first klassı ilə belə deyək, müqayisə edə bilərik. Və bu qatarların üstünlüyü ondadır ki, xidmət yüksəkdir, komfort yüksəkdir. Burada gəlinlərə göstərək fərqlərini isə canlı olaraq. Komfortu yeni qatarların vəziyyətini özünüz görürsünüz. İçəri keçmək mümkündür. İçəri keçək. Məsəl üçün bu lüks sinifdir. Bu heç vaxt Azərbaycan Dəmir Yollarında belə bir sinif mövcud olmayıb, yaxından çəkə bilərsiniz. Heç vaxt belə bir sinif mövcud olmayıb. Bu VIP birinci sinifdir və hər bir kabinenin özünün deməli duş sistemi də var. Yəni əvvəlki qatarlarda ümumiyyətlə duş olmayıb. Ümumiyyətlə sinifindən asılı olmayaraq bütün vaqonlarda duş var. Amma bu lüks sinifdə ayrıca deməli özünün duş sistemi də var. Həmçinin komfort plus sistemlər də eyni qaydada 2 nəfərlikdir. Orada da əlüzyan var və müxtəlif səfər dəstləri var. Burada çanta var, nəm salfet var falan, çox xidmətlər var və əlavə olaraq onu da qeyd edeyim ki, burada vaqon restoran olacaq. İlk reyslərdə 6 vaqondan ibarət olacaq Bakı-Tbilisi-Bakı qatarı. Bir isə vaqon restoran olacaq, 5 il sərnişinə xidmət göstərəcək. Yəni istədikləri vaxt sərnişinlərimiz vaqon restoran xidmətlərindən yararlana bilərlər. Qiymətlərə gəlincə qeyd etdiyim kimi, bu qiyməti əvvəlki dövrün qiymətlərini müqayisə eləmək heç bir halda doğru deyil. Çünki əvvəlki sinif və əvvəlki xidmət yoxdur. Bu tamamilə yeni bir xidmətdir. Və qatarların sürəti ilə də bağlı bilirik, çox suallar gəlir. 9 saat yarım, əslində bunun 2 saatı sərhəddədir. 1 saat Azərbaycan sərhədində dayanır qatar, 1 saat isə Gürcüstan sərhədində. Bu da gömrük sərhəd yoxlanışlarından bağlıdır. Azərbaycanda sürət 100-dür orta sürət. Sual oluna bilər ki, daha yüksək sürətdə gedə bilərmi? Amma gecə qatarlarının özünün sürət normativləri var və az titrəyişli olması üçün ona müəyyən edilmiş sürət verilir ki, həm də A nöqtəsindən B nöqtəsinə sərnişin səhər saatlarında çatmalıdır. Gecə saat 3-lər yox, bu da həm sərnişin daha az yatmağı, daha yaxşı az istirahət eləməyi və gecə saat 3-də, 4-də də yəni bir qədər narahatlığa səbəb olacaq. Bəxtiyar bəy, hansı ərazilərdən biz bu qatara minə biləcəyik və məbləğlərin istəyirəm rəqəmlərini sadalayasınız, insanlar bilsinlər hansı büdcəni nəzərdə tuta bilərlər bu səfər üçün? Bəli, yaxın günlərdə bilet tezliklə bilet satışı sistemi açılacaq. Və orada artıq bir ay öncə görünəcək bütün biletlər. Yəni bugün açılsa, deyək ki 21-22-si açılacaq, birisi artıq iyunun 21-in 22-sinə qədər bütün biletləri, sinifləri görə biləcəksiniz. Bakıdan qiymətlər 81 manatdan başlayacaq, eyni zamanda Biləcərdən minə bilərlər sərnişinlərimiz, eləcə də Yevlaxdan 67 manata, Gəncədən 62 manatdan, Ağstafadan 57 manatdan gedə bilərlər. Eyni zamanda Böyükəsirdən də Tiflisə gedə bilərlər. Gürcüstan ərazisində də Qardabanıda da saxlayacaq qatar. Yəni həm Qardabanı stansiyasında, həm də Tbilisi dəmir yol vağzalında. Qatarlar gündəlik olacaq. Hər gün Bakıdan 23:10-da hərəkət eləyəcək və hər gün də Tbilisidən saat 21-də Bakıya doğru yol alacaq. Qiymətlər qaydanda da eyni formada təşkil olunacaq. Yəni qiymətlərin məbləği qayıtmaq üçün də eynidirmi? Ümumilikdə qiymətlər bəli eyni sinif üzrə
eyni vaxtda, eyni istiqamətə alınacaqsa, ümumilikdə eyni olacaq. Yəni orada bir qədər Gürcüstan tərəfinin komissiya haqqı falan ola bilər, ancaq orada elə bir böyük bir dəyişiklik yoxdur. Teşekkür ederim informasiyaları bizimle paylaştığınız için ve artık Bakı, Tbilisi, Bakı marşrutu üzrə hərəkət edəcək qatarlar mesela vağzaldadır və mayın 26-sından etibarən 5 gün sonra məhz bu qatarlar vasitəsilə səfər etmək mümkün olacaq. Qiymətlərlə bağlı detallı informasiyaları da əldə etdik. Bakıdan əgər hərəkət etmək istəyirsinizsə, məbləğ 81 manatdan başlayır və elə bu məqamlarda xüsusilə diqqətdə saxlanmalıdır və elə Gürcüstan rəsmilərinin Azərbaycana səfəri zamanında bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə razılaşmalar əldə olundu və elə buradakı siniflərlə də tanış oldunuz. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yerində sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə. Hər kəsin 6 ildir gözlədiyi bu xəbər gəldi.